nəzərə qucaq açan Xəzri ilə Gilavarın sığalladığı, tarixi qədim, bağları barlı, qızıl qumu cana dərman, qutabı dillər əzbəri olan və ən nəhayət Sumqayıtın içəri şəhəri sayılan Coratın qonağıyıq bugün. Kəndə gəlməzdən əvvəl heç bilməzdim ki, bura haqqında bu qədər çox informasiya olar. Sən demə, Coratın zəngin tarixi var imiş. Ona görə də başlayaq lap əvvəldən. 5-ci, 7-ci əsrlərdən. Bəli, Corat o vaxtdan mövcud olub. Hətta tarixçi Fəzilullah Rəşiddəddin öz Cəmiyyət-i Təvarix əsərində Corat adlı bir qəbilənin də adını çəkib. Ümumiyyətlə, indi dünyada yüzlərlə Corat adında yer var. Hətta Taylandda Corat adlı bir qəsəbənin olduğu da deyilir. Taylanddakı Coratı bilmirəm, amma bizim Coratın etimoloji baxımdan bir neçə mənası var. Bu kəndin adını Tor-at mənası ona görə verilib ki, dəniz sahilində yerləşdiyimizə görə, balıqçılıqla məşğul olduğumuza görə Tor-at, bəzi mənbələrdə Çor-at, yəni üzümçülüklə məşğul olduğumuza görə üzümdə yaranan xəstəliyi ilə bağlı, çor xəstəliyi ilə bağlı bu ad verilib. Bunlar əsassız adlardır. Əsas bu kəndin adı Cürət tayfası ilə bağlıdır ki, 10-cu əsrə aid ərəb coğrafiyaşünası Kitab Məsalik və Məmalik, Yollar və Məmləkətlər adlı əsərində qeyd edir ki, çox maraqlı bir qeydi var onun. Orada buyurur ki, mən bu ərazidən keçəndə cürətliləri öz atlarını dəniz suyunda təlim edən gördüm, gənclərini qızıl qum üzərində güləşdiyini gördüm. Bu tayfa Cürət tayfası ilə bağlı çox mənbələrimiz var, sübutlarımız var və bir sübut da budur ki, bəzi mənbələrdə göstərilir ki, Cürət adlı qalamız da olub bu kəndin. Coratlıların məşğuliyyətləri arasında bağçılıq və bostançılıq da var. Bağların bir ucu Piriküşkilə, o biri ucu isə gedib Şurabada qədər çıxarmış. Bostan yeri isə indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ki var. Məhz həmin o yer Coratlıların bostan yeri olub və həmin o bostanda da bir cərco yemişi yetişirmiş ki, adı dillər əzbəri imiş. Bağçılıq və bostançılıqla yanaşı Coratlılar həm də heyvandarlıq təsərrüfatı ilə məşğul olublar. Əkinçi qəzetinin 1877-ci il buraxılışlarının birində yazılır ki, bu kənddən Rusiyaya 955 baş qoyun aparan Coratlı tacirin gəmisi Xəzərdə batıb. Amma heyvandarlıq təsərrüfatının əsasını təbii ki, dəvə təşkil eləyib. Coratlılar dəvə təsərrüfatı ilə çox geniş məşğul olublar. 1816-cı ilə aid bir məlumatda isə deyilir ki, Coratda 300, Qobuda 200, Maşdağa və sarayın hərəsində 100 baş, 1 və 2 hörgüclü dəvə saxlanılırdı. Həmin dəvələrdən də ləzzətli dəvə qutabı hazırlanırdı. O gündən bugünə heç nə dəyişməyib. Coratın dəvə qutabı, ümumiyyətlə Corat qutabı adla deyilir. Bugün şəhərdə nə qədər qutab məkanları olsa da, yenə Bakı-Sumqayıt şosesinin o tıxacını gözə alıb, gəlib Coratda qutab yeyirik. Daha o boyda yol gəlmişiksə, bugün biz də qutab yeyəcəyik. Təbii ki, mən Corat qutabını çox yemişəm, amma dəvə qutabını heç vaxt yeməmişəm. Bugün bir ilk olacaq. İlk dəfə dəvə qutabının dadına baxacağım. Çünki dedilər ki, Corata gəlmisənsə, məhz dəvə qutabının dadına baxmaq lazımdır. Xüsusi bir tamı var deyim, yox. Ləzzətli, bildiyimiz ət qutabı kimi yemək olar.
Bunu da çox sevirdim. İndi məncə fasilə verməyə vaxtıdır, çünki bütün əməkdaşlarımız kənardan mənə baxırlar. Qarnımız tox, kefimiz kökdür. Deyirəm, kaş bütün çəkilişlərimiz belə olsun. Düzdür, yemək yeyən adamın adətən yuxusu gəlir. Amma bizim isə gəzmək həvəsimiz daha da artır. Odur ki, gedək həm göstərək, həm də danışaq. Vaxtilə bu kənddə 7 karvansaranın olduğu deyilir. Şah Abbas karvansarası, Hacı Əmrullah bəy, Hacı Güləhməd, Kərbəlayı Baladayı, Hacı Zahir, Sahibcan və digər karvansaralar. Amma təəssüf ki, həmin karvansaralardan günümüzə qədər gəlib çıxanı yoxdur. Corat kəndinin 2 qədim hamamı var ki, onlardan biri Hacı Əmrullah hamamıdır. 17-ci əsrə söykənir onun tarixi. Çox təəssüflə vurğulayıram ki, o hamamımız çox baxımsız haldadır. Bu gün o uçulmaq təhlükəsi ilə üz-üzədir. İkinci hamam Məşədi Məcid hamamıdır ki, hal-hazırda durduğumuz hamamdır. 16-cı əsrə söykənir bunun tarixi. Bu gördüyünüz hamamın bura geyinib soyunma otağı idi, giriş hissəsi idi. Burada bu soyuq hövzə ki var. Bu hövzədə soyuq su nəyə görə idi? Onun da mənbəsi budur ki, İmam Sadiq əleyhissalam buyurur ki, isti hamamdan çıxandan sonra ayağınıza soyuq su tökün. Çünki o min bir dərdin şəfasıdır. Bu bütün hamamlarda nəzər eləsəz, qədim hamamlarda bu soyuq su hamısında var. Bu hamamın özəlliklərindən biri də budur ki, şam işığı ilə qızan hamam. Tarixdə belə bir mənbə var, şam işığı ilə qızan hamam. O da nəyə söykənir? Bu hamamın həyətində kükürtlü su çıxırdı, quyusu vardı. O kükürtlü suya da yüngül istiliyi verməklə biz o istiliyi əldə edə bilirdik. Və o kükürtlü suya bir şey də vurğulayım ki, qızılı salarkən o suya, o öz qızılın tərkibində mis, dəmir varsa, o dərhal üzə çıxırdı. Bu da ona əsaslanır ki, bizim kəndimizdə və qıraq kəndlərdən kim ki qızıl alırdı, gəlib onu burada yoxlayırdılar. Yəni bu kəndə, qıraq qonşu kəndlərə belə deyə tərkibində mis, dəmir olan qızılı sata bilmirdilər. Bu hamam bizim üçün çox doğmadır. Çünki şəxsən mən özüm 2005-ci ilə qədər, yəni son 20 ildir buranın fəaliyyəti dayanıb. 2005-ci ildə biz bu hamamdan istifadə eləmişik. İstəyimiz odur ki, sizin vasitənizlə xahiş edirik ki, bizim bu 4 tarixi abidəmiz ki var, 2 məscid, 2 hamam. Bunlar Mədəniyyət Naziri tərəfindən, aidiyyatı qurumlar tərəfindən qeydiyyata götürülsün, nəzarətə götürülsün. 2 məscid, şükürlər olsun Allaha, təmir bərpa işləri görülür, inanclı insanların öhdəsinə verilir. İstəyimiz odur ki, bu hamamlar da yenidən restavrasiya olunsun, kənd sakinlərinin öhdəsinə buraxılsın. Coratda ümumilikdə 4 məscid olub. Onlardan ikisi günümüzə qədər gəlib çıxıb. Biri Cümə məscididir. Hicri qəməri təqvimlə 409-cu ildə inşa olunub. Məscidin kitabəsində onun Hacı Əli tərəfindən inşa olunduğu deyilir, amma məlum deyil, Hacı Əli onu inşa edən memarın adıdır, yoxsa məscidin tikilməsinə vəsait ayıran şəxs. İkinci məscid isə bizim hazırda həyətində durduğumuz Kərbəlayı Gülxatın məscididir. 18-ci əsrdə inşa olunub bu məscid. Bəzi mənbələrdə deyilir ki, güya bu məscid Kərbəlayı Gülxatın xanımın evi olub. Əslində isə bu belə deyil. Gülxatın xanımın evi gördüyünüz, arxada gördüyünüz həmin o evdir. Bura isə tamamilə məscid niyyəti ilə inşa olunub. Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, Sovet dönəmində Azərbaycanda ümumilikdə 17 məscid fəaliyyət göstərib ki, onlardan biri də Coratda olan məhz həmin bu Kərbəlayı Gülxatun məscididir. 1907-ci ildə məlum hadisələr zamanı təbii ki, o dağıdılan 2 məscid də elə həmin o məscidlərdəndir. Söhbət Hacı Ümmət və Hacı Kiçikbəy məscidlərindən gedir.
qəbirstanlığında bu tip, yəni sənduqa qəbirlərə çox tez-tez rastlamaq olar və buradan aparılan sənduqa qəbirlərdən biri də hazırda Ermitajda sərgilənir. İstəyirəm sizə Corad haqqında, daha doğrusu Coradlı Ağagül bəy haqqında bir əhvalat danışım. Ağagül bəy Coradın adlı sanlı bəylərindən olur. Ağagül bəyin torpaq sahəsinin bir ucu Coraddan başlayır, digər ucu isə Şurabatda bitir. Bir gün Ağagül bəyi Novxanıdan toya dəvət edirlər, bəy də gedir. Amma həmişə öz sadə geyimi ilə seçilən bəyi digər bəylər öz masasında əyləşdirməyi ilə də layiq bilmirlər. Onu özlərinə yaraşdırmırlar ki, belə də bəy olar. Amma Ağagül bəy buna etiraz eləmir. Toyun sonunda isə toy yiyəsinə, belə deyək də, toya elə bir məbləğdə nəmər saldırır ki, hamı buna məhəttəl qalır. Həmin toya saldırdığı nəmər isə Şurabatda torpaq sahəsi. Həmin o torpaq sahəsində 100 baş qoyun, hətta həmin qoyunlara çobanlıq eləyən, çobanın da bir illik maaşını ödəyir. Ağagül bəy haqqında digər məlumatsa ondan ibarətdir ki, o vaxtı Bakıya şollar suyu çəkiləndə də onun torpaq sahəsindən çəkilibmiş həmin şollar suyunun boruları. Bu, onun qəbridir. Başdaşı üzərində onun adı Ağagül bəy yox, Agil kimi yazılıb, amma əslində əsl adı Ağagül bəydir. Bu isə onun qızı Hökmə xanımın qəbridir. Həsənağa Turabov, Həsənağa və Eldəniz Salayevlər, şair Əsədullah Şaban Baboğlu adlarını çəkdiyim bu kəslər Coradlıdırlar. Sosialist əməyi qəhrəmanı Zəminə Həsənovanın da bu kənddə büstünün olması təsadüfi deyil, çünki o da Coradda doğulub. Corad 2 dəfə 60 və 80-ci illərdə sökülmək təhlükəsi ilə üz-üzə qalır. Bu qədim kəndi Sumqayıta qatmaq istəyən dırnaqarası novator məmurlar burada yeni mikrorayon salmaq istəyirlər. Amma Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi Kamran Hüseynov və Şəhər İcariyyə Komitəsinin sədri Kamal Axundov buna mane ola bilir. 80-ci illərdə yenidən cəhd göstərilir. Bu dəfə köhnə üslubu saxlamaqla yeni qəsəbə qurulması təklif olunur və hətta bunun üçün müsabiqə də elan edilir. Müsabiqədə Estonların Qızıla Məhəbbət adlı layihəsi bəyənilir, amma gerçəkləşmir. Bu dəfə Qəsəbə Sovetinin sədri İskəndər Qasımov buna mane ola bilir. Bu dəfə sizə Bakı kəndləri içərisində dənizə ən yaxın yaşayış məntəqəsi olan Coraddan səsləndik. Coradlılar deyir ki, biz evimizin qapısını açanda artıq dənizdə oluruq. Elə bugün biz də sizin evinizin qapısını dənizdən açmaq istədik. Amma artıq getmək vaxtıdır. Özünüzü və təbiəti qoruyun. Sağ olun.